onlara görə kədərlənmə və qurduqları hilələrdən ötürü də ürəyini sıxma. Onlar, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq deyirlər. De ki, ola bilsin ki, tələsi istədiyiniz şeyin bir qismi artıq sizə yaxınlaşmışdır. Həqiqətən sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların əksəriyyəti naşükürdülər. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir. Siz məni yad edin ki, mən də sizi yad edim. Mənə şükür edin, mənə küfr etməyin.